Tamam. Kodera Bank'ın 2.4 müxtəlif say sistemlərində hesab əməlləri bölməsinə baxırıq. Birinci sualda 35 x-lik say sistemində üzərinə gəlib 5 x-lik say sistemi bərabərdə 62 x-lik say sisteminin hansı say sistemin olduğunu müəyyən etməliyik. Onun üçün açıq yazılışdan istifadə edirik. 35 x-lik say sisteminin üzərinə gələk 25 x x-lik say sistemi bərabərdir 62 x-lik say sistemində. Və buna üzərində 0, 1 yazırıq ki, açıq yazılış olması kimi açaq. 3 vurulsun 2 üstü 1. 3 vurulsun 2 üstü 1. Üzərinə gələk. 5 vurulsun 2 üstü 0. 5 vurulsun 2 üstü 0. Üstəcək. 2 vurulsun 2 üstü 1. Üstəcək 5 vurulsun 2 üstü 0. Bərabərdir. 6 vurulsun 2 üstü 1. Üzərinə gələk. 2 vurulsun 2 üstü 0. Burada 3 2 üstəcək 2 üstü 0 1 5'e 1'e 5 üstəcək 2 üstü 1 2 2'si 2'ye vurdu 2 2 üstəcək 2 üstü 0 1 5'e 1'e vurdu 5 bərabərdir 6 2 üzərinə gələk 2 sadələşdirək buradan 3 2 3 2 5 2 üzərinə gələk 5 ilə deməli bu 2'dir 5'dir daha doğrusu 5'in ise 5'ini 10 edir. Sonra bu tərəfdə bərabərdir 6 2 üzərinə gələk 2. Bu tərəfə keçirsək orada qalır deməli edir neçə x bərabərdir 10. Daha doğrusu ondan ikisini 8. X olur 8'dir. Yəni A variantı 8. İkinci tapşırıqda yine eyni qayda ilə 0 1 biz böldüm. 0 1 0 1 açıq yazılış kimi yazırıq yenə. Burada edir 1 vur 2 üstü 1 2 edir. Üstəcək 8 vur 2 üstü 0 da necə eləyir? 8. Çünki burada 8 vur 2 üstü 0 yazdıqda bilir ki 2 üstü 0 1'dir. 8'i 1'e 8 ilə burama yazırım 8. 7 vursun 2 üstü 1'dir 7 2. 8 vurulsun 2 üstü 0'da edir 8. 2 üstü 0 onsuz da 1'dir. Üstəcək 8 bərabərdir. 9 vurulsun 2 üstü 1 9 2. 0 vurulsun 2 üstü 0 ilə 0 edir yazılır. Demək ikizlər cəmlərini burada olur 8 2 keçirdən də belə olur təcə qalır 2. 8'in üstünə 8'in gələndə 16 elə 16. Aha. İkiz deməli burada 16'lı say sistemindəymiş A variantı. Üçüncü sualda da 55 ikizlik say sistemindədir, onu onluqda 45'dədir. Deməli bu tərəfi açacaq amma bu tərəf qalacaq çünki onluq say sistemindədir bilinir. Açmaq üçün demək 5 vur 2 üstü 1 üstəcək 5 vur 2 üstü 0 yazırıq. 5 vur 2 üstü 1 üstəcək 5 vur 2 üstü 0. Buradan da nə alırıq? 5 2 üstəcək 5. Buranı pozduram onsuz da bilməz üçün geniş yazdım. Deməli buradan olur 5 2 üstəcək 5. Sonra yəni daha rahat biləsiz də yəni əvvəllər açıq yazıram ki biləsiz əzbərləyəsiz sonra avtomatik olarak özünüz belə baxan kimi biləsiniz ki bu 5 ikizdir. Üzərinəcə 5 bərabərdir 45. 5 ikiz bərabərdir 40. X də bərabərdir 8. Demək bu da 8'lik say sistemindəymiş. Dördüncü sualda 56 x-lik say sistemində 46 onluqdadır. Burada da gəldim. Burada da deməli üzərində açıq yazılışdan istifadə edirik. 0-1 yazırıq. 5 vurulsun 2 üstü 1 eləyir 5 2 üstəcək 6 vurulsun 2 üstü 0 edir elə 6. Bərabərdir 46 olduğu kimi qalır çünki onluq say sistemindədir. 46. 5 2 bərabərdir 46'dan 6'sını çıxanda 40.
İkisi də bərabərdir 8. Bu da variantı 8. 21 ikisilikdə lufta 7'dir. Hansı say sistemindədir ki, 21 7'dir lufta. Deməli, bunu da açıq yazılış kimi yazırıq. 2 vurulsun 2 üstü 1, üstəcə 1 vurulsun 2 üstü 0. Yenə geniş yazdım. Kısa yazsaq. Deməli, 1 vurulsun 2 üstü 1 edir. Daha doğrusu 2 vurulsun 2 üstü 1 edir 2 ikiz. 1 vurulsun 2 üstü 0 edir 1. Üstlərinə gəlir 1. Bərabərdir 7. 2x bərabərdir 7'dən 1'in sonunda 6. X də bərabərdir 6'nın 2'ye böləndə 3. Yəni, bu da 3'lü say sistemindəymiş. Burada da 22'dir 2'li say sistemində. Açıq yazılışdan 2 vurulsun 2 üstü 1 2 2. 2 vurulsun 2 üstü 0 2 üstəcə 2 bərabərdir 8 olduğu kimi qalır aralıqdadır. Çünki 2 2 bərabərdir 8'dən 2'sinin çıxanda 6. X də bərabərdir 6'nın 2'ye böləndə 3. Bu da üstüymüş. Sonra 30 ikili say sistemində 12 vurumluq say sistemində. Bunu da yine eyni qaydayla edirik. 3 2 3 vurulsun 2 üstü 1 3 2 edir. Üzərinə gələr. 0 vurulsun 2 üstü 0 0 edir. Yəni ona görə heç üzərinə gəlmirik. Yəni çünki 0 edir onsuz da. Qarşısaq 0 edir onsuz da. Ona görə birinci elə 3 2 yazıram. Bu biri 0 etdiyi üçün yazmıram. Bərabərdir 12'ye. X də bərabərdir 12'ni 3'ə böləndə 4 edir. Bu da 4'lü say sistemiymiş. 8. sualda da yine aynı qayda. 3 vurulsun 2 üstü 1 3 2. Üzerine göre 4 vurulsun 2 üstü 0 elə edir 4. Bərabərdir 25. 3 2 bərabərdir 25'ten 4'ünü çıxıram. Edir 21. X də bərabərdir 21'ə böləndə 7. Bu da 7'li say sistemi imiş. Dokkuza baxaq. Hesablamanın doğru olduğu ən kiçik say sistemindəki ən böyük rəqəm nərdədir? İkili say sisteminə çevrilir. Demək, ən kiçik say sistemi hansıdır? Məsələn, deyək ki, burada baxıram. Hansı say sistemlər ola bilməz? İkili say sistemi ola bilməz. Üçlü ola bilməz. Dörtlü ola bilməz. 4 var, bunlar var. 5'li ola bilməz. 6'lı ola bilməz. 7'li ola bilməz. Ən kiçiyi 8'li ola bilər. Yəni bu 8'likdir. Deyir, indi ən kiçik say sistemindəki ən böyük rəqəmli ədədir. Yəni bunu hesablamır. Ən böyük rəqəmli ədədi ikili say sistemində göstərir. 8'li say sistemində ən böyük rəqəmli ədəd neçədir? 77. 77'nin ikili say sistemində göstərir. Yəni bu hesablamanı biz hesablamırıq. Sadəcə baxırıq ki, bu hansı say sistemi ola bilər? Ən kiçik, yəni böyük də ola bilər. 9'luq, 10'luq, 16'lıq və s. ola bilər. Amma ən kiçiyi 8 ola bilər. Çünki rəqəmlər onu göstərir. Deməli, o say sistemində, yəni 8'li say sistemində ən böyük rəqəmidir 77'dir. 77'nin də ikilik formasını necə göstərmək olar? 77'ni bölürük 2'yə. Bölək 2'yə. 77'ni 2'yə böləndə deməli 38 1 yadda. Daha doğrusu qalıq qalır. 38'i 2'yə böləndə 19 0 qalıq. 19'u 2'yə böləndə 9 1 qalıq. 9'u 2'yə 4 1 qalıq. 4'ü 2'yə 2 0 qalıq. 2'ni 2'yə 1 0 qalıq. 1'i 2'yə 0 1 qalıq. Altdan yuxarı yazırıq. 1 0 0 1 1 0 1. Hansına aiddir? Burada nəsə səhvlik gedib. Bir dəqiqə bir də baxın. Haradasa hesablama səhvi gedib. Evet, haradasa hesablama səhvi olub. 77'ni deməli 2'yə böləndə 100 doğru. 38'i 2'yə böləndə 19 30 değil. Böyle deməli
Aha, burada üzürlü sayını ben dikkatsiz eləmişəm. 2 demək 8 say sistemi. 8 say sistemini 2-yə keçərkən 4-2-1 qaydasından istifadə edirik. Hə. Deməli, dəqiqə 4-2-1 qaydasından. Çünki bu onluq deyil ki, mən onluqdan 2-yə çevirmək üçün 2-yə bölürdüm. Ə, texniki səhv elədim. Deməli, burada 7-ni göstərmək üçün mən hansı rəqəmləri 1 eləməliyəm? 4-ün üstünə 6, 6-ın üstünə 1-ini 7. Elə hamısı 1 olmalıdır. Deməli, 7, 2 dənə də 7 olduğu üçün 3 dənə 1, 1, 7-yə, o biri 3 dənə 1 də, o biri 7. Yan-yana yazırıq da, o da B variantı edir. 0, 1. Bu da altılıq say sistemində olduğu üçün bunu da üzərində yazıram. 0, 1. 2 ikiz. Burada 2'ni vururum ki üstü 1'e 2 ikiz. Üstəcə 1 vurursun ki üstü 0 da 1 edir. Bərabərdir. 2 vurursun 6 üstü 1. 2 vurursun 6 üstü 1'e. Yəni 2'ni də 6 üstü 1'e vuranda edir 12. Elə buram o yazıram. Sonra üzərinə gəlirəm. 5 vursun 6 üstü 0 da 6 üstü 0 1 edir. Onu da 5'e vuranda 5 edir. Buradan 2 ikiz bərabərdir. 12'nin üzərinə 5'in gələndə 17. 17'dən də 1'in çıxanda 16 edir. X də bərabər 16'ın 2'yə böləndə 8. Cavab A. 11-ci sualda 19 x'li say sistemindədir. Üzərində 0, 1 yazırıq. Deməli 1 vurulsun. Buna da elə yazaq. Bunlara da 1 vurulsun 2 üstü 1. Yani edir 2. 9 vursun 2 üstü 0. Üzerine 9 vursun 2 üstü 0 da 9 edir. Üstəcə 7 vursun 2 üstü 1. 7 2. Üzerine gələ 7 vursun 2 üstü 0 da 7 edir. Bərabərdir. 9 vursun 2 üstü 1. 9 2. Üzerine gələ 0 vursun 2 üstü 0 ilə 0 edir da. Buradan elə belə qalsın. Buradan 7 ikisinden ikisi üzerine gələndə edir 8 ikiz. 8 ikiz. 9 ile 7'ni toplayanda 16. Üstəcə 16. Bərabərdir 9 ikiz. 9 2 8 2 çıxanda qalır deməli 2 bərabərdir 16. Deməli 16'lıq say sistemindəymiş A variantı. 13-cü suala baxaq. 13-cüdə deyir ki, bir dəqiqə buranı silim. Deyir, deməli 3-8 yenə yeni qayda ilə də ən kiçik say sisteminin əsasını müəyyən edir. Deməli, ən kiçik say sistemin dediyinə görə belə baxırıq əslində 6'lıq say sistemidir. Ən kiçik say sistemi dediyinə görə. Amma yeni açıq yazışdan da istifadə edib eləyə bilərik. Bu onsuz da qaydaları bilirsiniz, ona görə də da yazmıram. Üstəki qaydalarla çevirə bilərsiniz. Amma belə baxanda yəni ən kiçik 6'lıqdır. Yəni çünki burada 2'lik, 3'lük, 4'lük, 5'lik ola bilməz. Çünki bu rəqəmlər var. Ona görə elə 6'lıqdır. Ən kiçik 6'lıqdır. 13'də deyir ki, deməli bərabərliyə əsasən ikisi müəyyən edin. Burada deməli 0 1 0 1 0 1 2 yazıram. Yine açıram. 3 vurulsun 2 üstü 1 3 2 edir. Üstəcəl 5 vurulsun 2 üstü 0 da 5 edir. Üstəcəl 2 vurulsun 2 üstü 1 2 2. Üstəcəl 2 vurulsun 2 üstü 0 2. Bərabərdir. 1 vurulsun 6 üstü 2 16'nın kvadratı edir. 16'nın da kvadratı deməli 256 edir. 256 16'nın kvadratı. Sonra 0 vurulsun 6 üstü 1 elə 0 dediği için bunu yazmıram. Üzerine göre 6 vurulsun 6 üstü 0 elə eləyir 6. Buradan tənliyi həll edirəm. 3 2'sin üzerine 2 2 gələndə edir 5 2. Burada yazım daha rahat görəsiz deyə. Bax. Bir də yazıram 3 2 üstəcəl 5 vurulsun 2 üstü 0 da edir 5. Üstəcəl 2 2 2 vurulsun 2 üstü 1 2 2 edir. Üstəcəl 2 vurulsun 2 üstü 0 da 2.
bərabərdir. 1 vurulsun 16-nın kvadratı. İndi 16-nın kvadratı yazıram daha aydın biləsiniz. Üstəcə 0 vurulsun 16 üstü 1, onsuz da 0 elədiyinə görə 0-ı nəyə vursan 0 olur, onu yazmıram. Üstəcə 6 vurulsun 16 üstü 0 da elə 6-dır. 5x ilə 2x-i cəmləyəndə, 3x ilə 2x cəmləyəndə 5x edir. Üstəcə 5 ilə 2-ni cəmləyəndə 7 edir. Bərabərdir. 16-nın kvadratı 256. 256-nın da üstünə 6 gələndə eləyir 262. 5x bərabərdir. 262-dən 7 çıxırıq. 255. 255. X də bərabərdir. 255-i 5-ə bölürük. 255-i 5-ə böləndə də 551 olmalıdır bir dəqiqə. Aha. 51. Deməli, bu da 51'lik say sistemindəymiş. 14'də. 14'də də yenə eyni qayda. Açıq yazılış. 01. Yine baxıram bura. Bir dəqiqə buranı silim. Bura rahat deyil. Bura genişdir. Burada daha rahat yazmaq olur. Ve 3 vursun 2 üstü 1. 3x yazırım bura. Bunlar pozulmazsan olsun. 3 vurulsun 2 üstü 1. 3x. Üzerine gələk 4 vurulsun 2 üstü 0. 4 edir. Üzerine gələk 4. Üstəcə 2 vurulsun 2 üstü 1. 2x. Üzerine gələk 1 vurulsun 2 üstü 0. 1. Bərabərdir. 5 vurulsun 2 üstü 1. 5x. Üzerine gələk 5 vurulsun 2 üstü 0. 5. Başlayırıq buradan. 3x, 2x neçə eləyir? 5x. Buradan gedir. Burada elə deməli onluq qalır. Çünki onluqda olanda, bax 34-ün üstünə 21-in gəlində onluqda. Onluqda olanda bu tənlik həll etmək olmur. Yəni bu qayda əl vermir. Bu qayda əl vermədi. Ona görə bax belə baxırıq ki, yəni x-lər gedir. Ona görə onluqdur elə bu. 34-ün də üstünə 21-in gəlində elə 55 edir. Demək ki, onluq qoymuş. Belə. Sonra burada hesablayın deyir 15'də. Yenə 16 say sistemindədir. Bu da onluqdadır. Deyir, yəni onluqda neçə olur? Ona görə bunu onluğa çevirməliyim. Sonra 12 ilə toplayıb tapmalıyım ki, neçə edir. Yəni təkcə bunu onluğa çevirəcəm açıq yazılışla və 12-nin üzərinə gələcəm, tapacam. Buraya yazıram. CA 16-lıqda bərabərdir 0, 1. C neçə idi? Deməli, A 10 idi, B 11, C 12. 12'ni vururam 16 üstü 1'ə, üstə gəlirəm, A da 10 idi, onu vururam 16 üstü 0'a, bərabərdir. 12'ni 16'ya vuracam, burada da 10 eləyəcək. 12'ni 16'ya vuranda, deməli, 12 vursun 16, ki, deməli, 7, 192. 192'nin de üstüne burada 10 gəlirəm. 192 üzerine gələr. Burada da 16 0 1 edir. Onu 1'ə vuranda 10. Üzərinə 10 gəlirəm. Eləyir neçə? Deməli 202. 202. Bu da hansı 2 variantda da var. Yəni adı da olar, yer də olar. 2 variantda cavabı eynidir. Sonra 16-cı sualda üstə silin, burada yazsaq daha yaxşı olar. Yer ifadəsinin doğru olduğu say sisteminin əsasını müəyyən edin. 0, 1. 0, 1, 0, 1. 65'in üstünə 16'sını gəlində baxaq görək. 81 edirmi? Yəni onluq olsa hesablamağa ehtiyac yoxdur. 70, 81. Elə düzdür, 81 edir. Ona görə elə onluqda hesablamağa ehtiyac yoxdur. Sonra
Deməli 17-yə baxaq. 17-də də 35-in üstünə 46, 81. Burada da onluq var. Ona görə yenə hesablayıram. 35-in üstünə 46 gələndə eləyir 70, 81. Burada 81 olduğuna görə onluqdur. Sonra deməli aha, yuxarı say sistemlərində də olar. Sadəcə burada kiçiklər verib ona görə. Aha, 32 x-lik say sistemində çıxaq 12 x-lik say sistemində, 8-lik say sistemində 24-ə bərabərdir deyir. İkisi müəyyəndir. Artıq bunu hesablamaq lazımdır. Deməli, üzərinə gəlirəm. Həm də çıxaqdır burada. Bərabərdir 0, 1. Bunu yenə açılıq yazılış formasını istifadə edib açıram. 3 vursun ki üstü 1. Buradan yazıram. 3x üstə gəl. 2 vursun ki üstü 0, 2-dir. Sonra buradan 1 vurulsun çıxaq. 1 vurulsun ki üstü 1, 2x. Üstə gəl. 2 vursun ki üstü 0, 2. Bərabərdir. 2 vurulsun 8 üstü 1. 2-ni 8-ə vuranda 16. Üstə gəl. 4 vursun 8 üstü 0, 4 edir. 3x-dən 2-sini çıxanda 2x. 2-nin üstünə 2 gələndə 4. Üstə gəl 4. Bərabərdir. 16 üstə 4-ün 20. 2x bərabərdir. 20-dən də 4-ün çıxanda 16. X-də bərabərdir 8. Demək müəyyən etdik. Bu da C variantıdır. Sonra 19-a baxırıq. 12 x-lik say sistemində 21-dir. Hansı say sistemindədir? Onu müəyyən etməliyik. Ən kiçik qiyməti. Burada deməli baxıram 2, məsələn A variantı 2 və 3 yazır. Yəni ikilik say sistemi ola bilməz bu. Yəni çıxıram bunu. Ümumiyyətlə ikilik say sistemi olanları çıxıram. Ya üçlükdür, ya da beşlikdir. Ya hansı hansınadır? Ona baxırıq. Məsələn deyək ki, 5 ən böyük say sistemi də deyək ki 12-dirsə, kiçiklik say sistemində daha böyük olur. Kiçik say sistemində daha böyük olur. Məsələn, bura deyək ki, əgər onluq olsaydı, misal deyirəm, onluq olsaydı, deyək ki, bura üçlük olacaqdı. İndi burada biz beşlikdir, beşlik say sistemidir, 12 və kiçik say sistemində həmişə böyük, ədəd böyük alınır. Yəni, böyüklük say sistemindən, böyük bir say sistemində olan bir kiçik bir ədəd, başqa say sistemi, özündən kiçik bir say sisteminə çevirəndə böyüyür. Yəni, bu özündən böyük olur. Bu da böyük olduğu üçün, ona görə bu D variantıdır. Yəni, bu üçlükdə, bu beşlikdə ola bilməz. Yəni, böyük həmişə kiçiklik say sistemində olur. Bərabərdirsə bir-birinə, bu kiçik olmalıdır, bu da böyük olmalıdır. Ona görə C variantında belə çıxırıq, məntiqlə belə çıxırıq. 20-yə. Hesablayın deyir bunu, 16-lıqdadır, 10-luğa çevirin. Buna deməli 16-lıqda hesablayıb, toplayıb, təzədən 10-luğa da çevirə bilərik. Və yaxud da bunu ayrı-ayrı çevirib 10-luğa belə da yaza bilərik. Hansını deyirsiniz, yəni hansını siz özünüz məsləhət görürsünüz, onu yazın. Daha asan yolu belədir. Hələ ki, çünki siz ağır toplamaları öyrənmədiyiniz üçün çevirməyi məsləhət görürəm. Deməli, üzərində yazıram 0-1, 0-1. Ayrı-ayrı çevirəm bunu. A vurulsun 16 üstü 1. A da 10'dur. A-nı 16 üstü 1'ə vuranda, yəni 10'u 16'ya vururam da deməkdir. Bu da edir 160. 160'ın da üzərinə gələcək C də 12'dir. 12'nin də 16 üstü 0 ilə 12'dir. Üzərinə 12. Yəni 160'dır. Bu 160'ın üzərinə 12 gəlir. O deyilir 172. Demək, bura 172-dir, bura. Bura 172-dir. 172. Üstə gəl. İndi bunu tapıram. B neçədir? 11 idi. 11'i vururam 16 üstü 1'ə. 11'i vururam 16 üstü 1'ə. Yəni o da 16 eləyir. Üzərinə gəl, Y də 14 olur. 14'ü vururam 16 üstü 0 ilə 14 qalır. Buradan deməli 11'i 16'ya vuranda, 11'i 16'ya. 170. 170'in də üstünə 14'ün gələndə eləyir 184. 184. Bunları cəmləyirik. 200, 300, 50, 300, deməli 300.
Dəqiqə neçə eləyir? Yaxşı, belə hesab 6. Axır 6-dan usta 176-dır. Bir dəqiqə. Burada hesablama səhvi var. Yox, 176 nədir? Bir dəqiqə hesablama səhvi var. Nəysə bir hesablama səhv elədim. Bir dəqiqə bunu müəyyən edim. Deməli, burada səhvlik olub. 11-i 16-ya vuranda səhv hesablamışam. 11-i 16-ya 66, 1, 6, 7, 1, 176 oldu. 176. Deməli, burada da toplayanda edir. Deməli, yenə səhvlik oldu. Bir dəqiqə yenə harada səhv edirəm. 14 gəlməliyəm üzərinə. 14. Deməli, 176-nın üzərinə 14-ü gəlmirəm. Bax, bunu. Deməli, bu da edir 8, 1, 180. Bura 180 olacaq. Aha, 180. Üstə gəl 180. Bərabərdir. Deməli, 2, 6, 3, 2, 1, 7, 6, 3, 362. 21-də. 21-də deyir ki, deməli, vurur. Bunları deyir, ikili say sistemində hesablayın. Bunları deməli, birinci çevirməliyik onluğa, sonra onu vurmalıyıq və yaxud da elə ikiliyə çevirib. O da olur, yəni ikiliyə də eləyə bilərsiniz və ya onluğa çevirib daha rahat sonra ikiliyə də çevirə bilərsiniz. Kimə hansı yol rahatdır, onu eləsin. Məsələn, bax, burada ikilikdə bir ədəddir, bu isə 8-likdədir. 8-likdən ikiliyə çevirərkən vurmada ikilikdə daha uzun olur. Ona görə daha rahat onluğa çevirməkdə. Onluğa da daha rahat olur da. Yəni 1, 2, 4 yazanda 4 ilə 1 toplayanda bu 5-dir. Yəni bu 5-dir. Artıq 5-i 12-yə vurursunuz. 5-i, daha doğrusu 12-ni də çevirək sonra. Bu deməli 5-dir. Bunu bildik ki, bu birincisi 5-dir. 12 də 8-likdədir. 8-likdən də onluğa çevirəndə açıq yazılışdan. Bu 8-likdədir. Açıq yazılış 0, 1. 1 vurulsun 8 üstü 1, 8 eləyir. Üzərinə gəlir 2 vurulsun 8 üstü 0 da 2 eləyir. Bu da eləyir 10. Demək, bu da 10 eləyir. Onu da burada 5 idi. 5-i də 10-a vuranda 50 eləyir. Demək, bu tərəf 50 oldu. 50 üzərinə gələk. 12 də 16-lıqdadır. 12-ni 16-lıqdan çevirəndə 1-2-dir daha doğrusu. 12 kimi getmir. Deməli 0, 1 çevirəm. 1 vurulsun 6 üstü 1, 16. Üstə gəl 2 vurulsun 16 üstü 0, 2-dir. Bu da edir 18. Deməli 16-lıq say sistemində 12-də deməli 10-luq say sistemində 18-dir. Üzərinə gəlirəm 18-in edir neçə? 68. Bundan sonra 68-i ikili say sisteminə çevirə bilərik. Bölək 2-yə. Neçə eləyir? Deməli 34. 0 qalır. 34-ü 2-yə. Deməli 17. 0 qalır. 17-ni 2-yə. 17-ni 2-yə 8, 1 qalır. 8-i 2-yə 4, 0 qalır. 4-ü 2-yə 2, 0 qalır. 2-ni 2-yə 1, 0 qalır. 1-i 2-yə 0, 1 qalır. Aşağıdan yuxarı yazırıq. 1, 0, 0, 0, 1, 0, 0. Deməli, bu hansındadır? 1, 1, 2, 3 dənə 0. Sonra isə bir dənə 1, 1, 3 dənə 0, bir dənə 1, daha sonra 2 dənə 0, C variantı. 22-də də eyni bu, eyni çevirməni edəcəyik. Yəni, alt-alta toplaya da bilərsiniz 16-lıq say sistemində və yaxud da onluğa çevirib, sonra onu ikiliyə toplayıb, sonra onu ikiliyə də çevirə bilərsiniz yenə. Üzərinə 0, 1, 2. Deməli, belə alt-alta toplayaq da bunu. Çünki belə də bu qaydanı da bilin. 3, 7, 3, 16-lıq say sistemindədir. Üzərinə gələk 2, 9, F, 2, 9, F. Bu da 16-lıqdadır.
Deməli 3-ün üstünə f-in gəlir. Yəni f neçədir? 15. 3-ün üstünə 15-in gəlir 18 eləyir. 16 say sistemində 18 yoxdur axı. Ona görə 18-dən 16 çıxıram. Neçə eləyir? 18-dən 16 çıxdığıma görə qalır 2. Yəni bura 2 yazacağam və çıxma işi elədiyimə görə həmişə 1 yadda saxlayıram. 1 yadda. Deməli 7-nin üstünə 9-un gələndə edir 16. Bir də yaddaydı 17. 17 də 16 say sistemində olmadığı üçün yenə 17-dən 16 çıxıram. 1 də yadda. Bura 1 düşür. 1 də yadda. 14-dür. 14-ün üstünə ikisinin gələndə 16. Bir də yadda 17. Deməli 17 yenə yoxdur. 17-dən çıxıram yenə 16-sını. O da 1. Bir də yadda. 1. Bir də yadda. Deməli, bu 16 say sistemində 1, 1, 1, 2, bu 16 say sistemindədir. Bunu isə indi ikili say sistemində soruşur bizdən. İkili say sistemində yazarkən, deməli, 1 necə yazılır? Demək, 8, 4, 2, 1 qaydasını yazsam, 8, 4, 2, 1. 1 almaq üçün nə etmək? 3 dənə 0, 1 dənə 1-dir. 0, 0, 0, 1. Sonra o biri birləri də 0, 0, 0, 1, 0, 0, 0, 1. İkini də yazmaq üçün 0, 0, 1, 0. 0, 0, 1, 0. Qabaqdakı sıfırları atırıq. Burada yenə nasıl oldu? Yox, olmadı. Deməli, bu sıfırları atırıq. Çünki bu qabaqdakı sıfırlar lazım deyil. 1, 3 dənə sıfır olub. Sonra ortada yenə 1, 3 dənə sıfır olur. 2 sıfır bu. Bu da C variantına uyğun gəlir. Sonra 23-ə baxır. Yəni, belə də hesablaya bilərsiniz də. 16-lıqda toplayıb təzədən çevirə bilərsiniz. Bu üstəkini də eləyə bilərdiniz. Yəni, məsələn, ikilikdə vurub. Biraz da uzun olduğu üçün bu ikilikdə vurmaq. Ona görə dedim, daha doğrusu çevirdim sonra. 23. Burada ikilik say sistemindədir. Bunu deyir, cəmini 16-lıq say sistemində yazın. İstəsəz bunu da 16-lıq say sistemində yazıb toplaya bilərsiniz. Yəni, çevirib buramı 4-4 bölüb, 16-lıq say sisteminə buramı çevirib. Sonra bunu, deməli, 16-lıq say sistemində, elə toplayanca 16 say sistemində olur. 16 say sistemində toplayasınız. Elə də edə bilərsiniz. Və yaxud da elə ikilikdə toplayıb, bax, ikilikdə də toplama qaydasını keçmişdik. İkilikdə toplayıb, sonra onu 16-lığa çevirmək olar. Məsələn, elə baxaq. İkilikdə toplamağa da baxaq, həm də bunları da. Yadımıza salaq burada. Deməli, 1, 2, 3 dənə 1-dir. 1, 2, 3, 1-dir. 4 dənə 1-dir daha doğrusu. Sonra 0, 1, 1, 0, 1, 1. Aha. Üzərinə gələk. Burada deməli 1, 2, 3, 4, 5, 6, 7. 7 dənədir. Burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənədir. Aha. Deməli, sondan başlayıram yazam. Çünki alt-alta düşsün deyə. 0, 1, 2, 3, 4. 4 dənə 0. 2, 3, 4 dənə 0. Sonra 1, sonra 0, sonra 1. Bunları cəmləyirik. 1-in üstünə 1-in gələndə 2 edir. 2-dən deməli, ikisini çıxanda deməli 0, 1 yadda qalır. Bax 0 yazıram, 1 yadda. 1-in üstünə 1-in 2, bir də yaddaydı 3. 3-dən ikisini çıxanda 1, bir də yadda. Bura olur 1, bir də yadda. 0-ın üstünə 0-ın gələndə 0, bir də yadda 1. 1-in üstünə 0-ın gələndə 1, 1-in üstünə 0-ın 1, 1-in üstünə 0-ın 1, 1-in üstünə 1-in gələndə yenə 2-dən ikisini çıxıram. 2 edir, 2-dən ikisini çıxıram 0, 1 də yadda. 0 idi, bir də yadda 1, bu da 1. Bu ikili say sisteminə hesabladıq. İndi bunu 16 say sistemində istəyir. Ona görə 4-4 bölürəm. 8, 4, 2, 1 qaydasına. Bu altda yazıram, üstə yer yoxdur. 8, 4, 2, 1. Deməli, 8, 4, 2, 1. Bu da 1-dir. Deməli, hansıların altı? Bu, əslində 1, 2, 4, 8 belədir. Bunlar da 0 olduğu üçün nəzərə almıram bunları. Bu elə 1-dir. Sonra burada hansıların altı 1-dir? 8-in, 2-nin və 1-in. 8-in üstünə 2-sini 10, 10-un üstünə 1-in 11. 11 də 16 say sistemində B kimi göstərilir. Oldu B. Bu isə 3 dənə dalbadal 1-dir, 8, 4 və 2-ni cəmləyirik. 8-in üstünə 4-ünü 12, 12-nin üstünə 2-sini 14. 14 də deməli D kimi göstərilir. Yəni 1, B, D. O da edir B variantı.
Deməli 24'te de eyni qaydadır. Da yazmıram. Yəni eyni şeydir. Ya da elə yazıram. Da yazım bilən kimsə bilməyən olar. Buraları təmizləyək, burada yazın. Aha, deməli 24'ten bunları alt-alta yazaq. Baxın bir dəqiqə 1, 2, 3, 4, 5, 6, 7, 8, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Birinci bu böyüyü yazın. Daha rahat hesablaya bilək. 0, 0, 1, 0, 0, 1, 0, 1. Sonra altından bunu yazın. Bu neçə idi? 3, 6, 7, 8 idi. Hə. Buradan başlayalım. Bu 9'du, bu 8. 1, 0, 1, 0, 1, 3 tane də 0. Bunları cəmləyirik, toplayırıq. 1'in üstünə 0'ın 1, 0'ın üstünə 0, 0, 1'in üstünə 0'ın 0, 1. 0'ın üstünə 1'in 1, 0'ın üstünə 0'ın 0, 1'in üstünə 1'in 2 idi. Dedik ki 2'dən 2'sini çıxırıq, 0, 1 yadda. 0, 1 yadda. 0'ın üstünə 0'ın 0, 1 də yadda 1. 0'ın üstünə 1'ini 1, 1 də bura gəlir. Demək, belə olur. Burada da deyir ki, 16 say sistemində. 16 say sistemində çevirmək üçün 4 ayırmadan istifadə edirik. Çatışmayan yerinə 0 qoyuruq. Heç ehtiyac da yoxdur, amma yenə də qoyaq. Altdan yazıram. 1, 2, 4, 8. 1, 2, 4, 8. 1. Tabi bilən yazmıyorum. Bu 1'dir birincisi. Çünki 1'in altında 1 var. 1. 8, 4. Bunları cəmləyirəm. 8 ilə 4'ü. Bunların birləri var. O da edir. Deməli 10, 12. 12 də 16 say sistemində C kimi yazılır. Sonra burada isə 8 ilə 4, bir də 1 cəmlənir. 8 ilə 4, 12-dir. İçinə 1'in 13. 13-də deməli D kimi. Bayaqlar harda səhv elədim. Burada səhv eləmişəm. Hə, D kimi yazılır. D. Hə, burada 14 E'dir. Variantı. Burada daha doğrusu. D, E, B, E. Bura. Aha. Yaxşı. 1, C, D. 1, C, D. B variantı. 25'e baxaq. 25'te də 16 say sistemində ilə 16 say sistemində cəmləyib onu da yazmalıyıq. Altta yazıram 1A, B. Üzərinə gələ 2C. B demək neçə idi? 11 idi. 11, C-də 13 idi. 11'in üstünə 12 gələndə eləyir. Deməli 23. 23 16-lıqda olmadığı üçün 23'dən 16'sını çıxırır. Deməli qalır neçə? 7. Buradan 7 qalır. Yəni 7 düşür bura. Sonra demək 1 də yadda qalır. A 10'dur. 10'un üstünə 12, bir də yadda 13. 13 də demək D kimi işarə olunur. Yəni 13 var, 13 də 16'dır. Ona görə D kimi yazırıq. Burada isə yadda qalan heç nə yoxdur. Bu yenir aşağı. Deməli 1, D, 7. C variantı. 26-cı sualda da yeni D, 1, F. Üstə gəl 3, A, F. F'lər 15'dir. 15'in üstünə 15'in gəlində 30 edir. 30 16 say sistemində olmadığı üçün 30'dan 16'sını çıxıram. Deməli 14 qalır. 14 də E kimi göstərilir. 16 say sistemində bir də hesablayayım. Bir dəqiqə. Deməli 30'dan 16'sından 4 1 15 burada niyə görmürəm? 26'ya baxıram mən. Bu E'dir, F deyil. Bu birincisi E'dir. Bilirəm, nə haradasa səhv eləmişəm. Bu E'dir. Deməli, buradan silib. E 14'dür, F də 15'dir. 14'ün üstünə deməli 15'ini gələndə 29 edir. 29'dan 16'sını çıxırıq.
Deməli 9-dan 6, 3, 13. 13 də D-dir. Bura deməli olur D. Aha. D. Sonra 1-in üstünə A, yəni 10-un cərim 11. 11 də B kimi göstərilir. Hə, bir də çıxdığıma görə bir dəqiqə. Buradan deməli çıxdığıma görə bir yaddaydı. 1-in üstünə 10-un cərim 11. 11-in də üstünə 1-in cərəm, yəni yadda olanı cərəm eləyir 12. 12 də C kimidir. C. Sonra yadda heç nə qalmır. Sonra D də neçə idi? 13'dür. 13'ün də üstünə 3'ün gələndə eləyir 16. 16'dan da 16'sını çıxıram. 0, 1 yadda. 0'ı yazıram. Burada işinə qurtardığı üçün 1 yadda qalanda qabağa yazıram. 1, 0, C, D. Bu da A variantıdır. 27'yə baxaq. 27'də buranı silək. Çünki 27 biraz uzun gedir. 27'ni açıq yazılış formasına istifadə edib birinci açmalıyıq. 0, 1, 2. 0, 1, 2. 1 vurulsun n'in kvadratı. 1 vurulsun, bax belə açıq yazıram elə 1 vurulsun n'in kvadratı. Üstəcə 6 vurulsun n üstü 1. 6 vurulsun n üstü 1. Üstəcə 0 vurulsun n üstü 0. Bərabərdir. 1 vurulsun n üstü 1'in kvadratı. Bax 1 vurulsun n üstü 1'in kvadratı. Üstəcə bu 1'in üstə silirəm də lazım deyil. Yəni yazmaq burada çaşdırmasın. Üstə 1 eləyir. Bərabərdir. Sonra 3 vurulsun n üstü 1'in üstü 1. 3 vurulsun n üstü n plus 1 üstü 1. Onu da yazmıram yenə 1'i. Üstəcəl 3 vurulsun n üstü 1 üstü 0. 3 vurulsun n üstəcəl 1 vurulsun üstü 0. N'in kvadratı üstəcəl 6n üstəcəl yox, bunun üstə 0 eləyir. O elə qalsın. Bunu elə silirəm. Belə. Burada bitirək. Bu 0 eləyir. Bərabərdir. N üstü 1'in kvadratını müxtəsər vurma düsturuna görə açmalıyıq. N kvadratı üstəcəl 2n üstəcəl 1 açdıq. Üstəcəl 3'ü vursan yenə 3n üstəcəl 3'ü 1'ə 3 bərabərdir. Burada da n üstü 1 üstü 0 edir. Deməli 1, 1'i də 3'ə vuranda elə 3 üstəcəl 3 üstəcəl 3. Sonra başlayaq. Burada n kvadratları gedir. 6. Burada nə idi? 2n, 3n, 5n idi. Çıxanda eləyir n. N bərabərdir. Sonra deməli burada 1, 3, 3. 1'in üstünə 3'ün 4, 4'ün üstünə 3'ünü 7. N də bərabərdir 7. Bu da edir demək nə? Y variantı.